Uyda. Qolum elə pis ağrıyır. Elə pis ağrıyır. İndi tezcənə gedib əlimi üzümü yumalıyam. Dişimi fırçalayacağım. Sonra gəlib makyaj edəcəm. Sonra gəlib onları qoyacağım bavula. Sonra son paltarları, son ıvır zıvırları bavula qoyacağım. Tamam. Hicran Eleni'nin fake anasıdır. Mən də bilirəm. TikTok'dan baxıram hamısına. Mamam hard taşacaq bu dəniz fanatıdır dostlar. Ən sevdiğin karakter hansıdır? Mənki İso'dur. İsoş. İso. Buna heç nəsiz getmir ya Allah. Eleni çok mıymıydı? Ay hə. Yoxsa Fadime mıymıy. Əsə şokolad tapdım özümə belə. Oo. Tehdit edir o, açıq tehdit. Eltaş bizə horon təpməyi öyrədir. Hər rəqs başlamadan 5 dəqiqə horon təpirik. Uy. Unutmak mümkün mü liselim seni? İzlədiklərini sana. Onu giyinəcəm. Evet. Sən məndən onu giyinəcəm. Onlar bir ergənin geyinməyib, nə geyinəcəyini umursamayacaq qədər bəncə oldu insanlar. Anne selam nene. Heyo. Şamax yolcuları go on. Kampa gedir, elə bil buna. Oteldə qalmırıq. Mən onları eləməyəcəm. Çox pisim ya. Kaş pisimim necədir? Taxdım da. Və sən oğuz səhərə xoş xəbərlə oyandı. Liftimiz işləmir və bavulumuz. Aşağı düşürəm fərdə blokun qapısını açmağa. Yəni Həsən oğlu da çox tanış mənzərələrdir onlar. İlk aşkım sevgilim senin benim. Açı tapmaq deyəndə də mən. Samə limanında deyiləydiniz də mən sizi yönəldirdim. Düşüb soruşmayacağım da Leyla. Ağlım o qədər işləmir. Biz bura gəlmişik, siz gəlmisiniz. O nömrədə avtobus tapa bilmirik biz burada. Səbinə xanım gördüm. Hə, Deyirəm də, mənim üstümə gəlirsiniz. Seat secured. Yadma bir sən nə düşdü? Rəqs üçün Xatmaza getməyiniz. Yadında? Farz et hiç tanışmadık, buluşmadık. Çok sağ ol Leyla. Ya bir şey sonunda. Kahvaltıdan memnunsunuz. Möhtəşəm. Kahvaltı bahane. Gəzinti şahane. Bu hissələri daha çox qoy, kəsmə yaxşı. Bu hissələri mənə də göndərərsən. İşte. Ana, qız, date, gəzinti, səyahət.
Bundan da gözəl nələr mümkün? Avtobusa mindik. Abqaladan çıxırıq, gedirik otelə. Oteldə də deyəsən birinci meşə gəzintisi olacaq. Sonra otelə yerləşəcəyik. Sonra bu mama gil falan nəsə bir şeylər edəcəklər. Mən o sıra dərs oxumağı düşünürəm. Axşam yeməyi olmalıdır. Yox, nahar günorta yeməyi var deyəsən. Sonra da axşam yeməyi var. Axşam yeməyi kimi dərslərimi oxumaq istəyirəm. Vaxtım qalsa da YouTube-dan şeir açıb oxuyaram, ədəbiyyat da oxuyaram. Xanım, otel barədə düşüncələriniz nələrdir? Bəyəndim. Gözəldir. Atmosferi də gözəldir. Yerləşməsi, lokasiyası da gözəldir. Əminəm ki, otaqları da superdir. Hələ otaqları görməmişik. Yəni ilk dəfə otelə girən kimi yerləşməmiş çaya düşdü. Yəni Çünki ilk dəfə kollektiv gəlirik. İlk dəfə kollektiv gəlirik. Kollektiv belədir, lapa. Nə maraqlıdır. aha, çay var. Sıralar da çay düşdü yəni bu arada. Alfada. İndikilər betadır. Ediş beta kuşağıdır. Aramızda iki kuşaq fərq var amma. Aman tanrım. Yox, Ediş alfanın sonlarını çatdı deyəsən. Yox. Alfa keçən il qutarıb. Sən zeysən? Hazırım. Hər şey gördüm. 97-dən 2009-a kimi Z kuşağıdır. Sən də Zeyni ucundan yaxaladın, hə? Son moment. 2009-da olmuş. Köklü, qozlu. Darçınlı, köklü, almalı. Sən bu olsa vaxtı pişirdiyin kek kitabı. Elə bil şu an ikinci sinifəm. Sən pişirdiyin kek kitabı. Elə bil ikinci sinifəm yenə. Hərə bir tərəfdə ayılıb bayılıb mən burada donuram. Zənət qamda ölür. Axın. Hərə bir tərəfdə ayılıb bayılıb yaxdır hamı hərə bir yerdə. Mama da orada bir şeylər indi. Güzel dişi. Kaş göstərərdim o struggle-ımı. Görün necə çəkirəm videosunu. Arxa-arxaya gedirəm. Bunu belə çək. Görün hardan düşürəm. Xanım, neynədir? Yaşa dincəldi, retrit elədi, səssizlik, retritin. Mən düşürdüm orada oturdum. Arada tərpənmək lazım idi, gəzmək lazım idi. Ona görə üşüdüm. Bəs maşınlara qulaq asıram qulaqlıqda. Tutdusan. Müslüm Gürses getirdi. Bugün diyeti bozuyoruz. Mən də əslində Ay bu ne anne ya? brokoli çorbası, balıq, tərəvəzi. Nerede? Bunu götüreceğim. Bir de bunu götüreceğim. Tatımın yanına. Daha ne oldu? Hamısı zaten mədəmə gedəcək. Eyni yerdə gedəcəklər. Ne var az olmaz.
Qəşəngdir. Portakal şirəsi səkiyordu. Orada da yeyirəm. Mənimkilər yeyiləcək başqa heç nə yox idi orada valla. Niyə məsələn mandu var idi, yedim. Biz orada necədir? Kəşf eləmək istəyirəm. Ən ali məncə üzülmək istəmirəm. Çalmaq da uzun yaşamaq istəyirəm, amma daha cavan istəyirəm. Hə. Nedense biz çok gitmişiz. Biz də Qaynanama aparıblar. Ləzək. Arvan tamamlayınca hava oldu. Gəlmədən dedi. Necə birinci sədrə yollarında ki, hələ belə deyək, ay gibi Allah ağzından işte, inşallah, inşallah. İşte hamısı, 3-4 nəfəri hamısı amin, amin dedilər. Şəhidət Yamanın üstündə Mən də ki, bunu alandan iş adamları kimi belə-belə gəzirəm. Deyirəm də Las Vegas'da. O taraf deyil. İkinci mərtəbə. Hovuz da var idi, kaş hovuz. Deyil fikir versin. Nə qədər desəm var, nə qədər desəm var, deyim. Mən yatıram, yorğunam, yoruldum. Mama da gedir retritinə, mən kef edəcəm otaqda. Biz yatım, sonra düm tarix oxuyum. Of, son təkrarlarda elə qorxuram ki, 23 gün qalıb imtahana. İmtahana 23 gün qalıb, mən Şamaxıda oteldə gəzirəm. Yataq elə biraz sərtdir, damcı. Bye bye. Yattım. Durum, sifətimi yuyum, makyaj edim. İndi mən özümü yuyacam. Ayda piercinglərimi çıxartmalıyım. Necə də donuzlu şeyim. Yapışdırdım piercinglərimi bura. İndi üzümü yuyacam. Demişəm üz yanma burada. Baxın belə üz yanları, üz yandığım sellər sulardır falan. Belə balaca saxlanan kroklar var. Başını taxar sonra rezinlə də bağlayıram, onu axıtma falan olmur. Bunu indi görəm, mən üstüm bütün sudur. Və belə alçaq şey qoyanda elə olardı. Biabırçılıqdır, biabırçılıq. Xəstədilər, dərdilər. Qapı döyüldü, dəqiqə. Qutarsam o makindən fırladacam. Mən aşırı zekiyəm ya, da. O qız partladırdı ya, bak. Sizə makyaj çantamı göstərmək istəyirəm. Və sizə biri-biri göstərəcəm. Deməli, bizi bir ədəd kremlik qarşılayıb. Bu çox qəşəng kremdir, amma yəni üzü çox alçışdırır. Teon Tritteri oxuyur. Bu Tırtır markasının setting spray var. Çox qəşəngdir, qoxusu çox qəşəngdir. Amma bu setting spray brings back so many flashbacks. Ona görə nəsə belə ön yargılarına qarşı qəşəng işini görür. Sonra burada Beauty'nin pudrası var. Buralara verir reklam yazdı. İşini görür yəni. Çox bir sözüm yoxdur bu barədə. Bizi 2 ədəd palet qarşılayır. İkisi də Wet n Wild'dandır. Bunu Esmə xala hədiyyə vermişdi. Çox təşəkkür edirəm. Bu çox qəşəngdir. Bunu hələ ki işlətməmişəm, bugün işlədəcəm. Yəni bunun üzərləri olay bir şeydir də. Çox qəşəng, belə sadə reklam üçün çox qəşəng bir şeydir. Sonra L'Oreal'in bu Lumi Glotion'u qarşılayır. İşini görür. 18 manata dəyərmi? Hayır. Yəni 18 manata daha qəşəng şeylər ala biləcəyinizi düşünürəm. Canım oyuncumu götürmüşəm. Kapatıcı fırçam var, pudra fırçam var, blush fırçam var, 3 dənə də ten fırçam var.
Teleskopik var, teleskopik işlədirəm. Quruyub bu arada təzəsini almalıyam. 2 ədəd şeyiniz var, ekonomik savaş. Bu almayın. Bunu almayın, mən önərmirəm. Yəni qutaracağını düşünmürəm, amma qutaza gedib almaram. Hətta heç məncə qutarmayacaq bu. Almayın, Allah haqqı dəymir. Bu çox zordur, amma bu Pink Slip rəngidir. Özdə 5-6 dollardır. Yəni möhtəşəm bir şeydir da. Günlük kullanım üçün mən yəni bu bulaş olmadan çıxıra çıxmıram. Sonra kapatıcılardan bu NYX'in Bear With Me'sidir. Prosta buna toymuşam. Çünki serumdur və mən serum kapatıcıları işlətməyə çox çətin buluram. Bu Natasha Denona'nın kapatıcısıdır. Dəymir. Almayın. Bu da Essence'in şeyidir. Renk eşitləyici. Burada bir dənədir, bir də çantamda var. Burada qələmi var. Qaş qırpıcısı bunu Temu'dan almışdım. Qəşəng olan işini görür. Qaş sabitləyicisi olaraq NYX-i işlədirəm. Çox qəşəngdir, yəni qutaran kimi alacam yenə. Sonra gözümün içinə bu qələmi vururam. Arkadaşlar, şey qələmin qələmidir. Möhtəşəm bir şeydir. Niyə hamısına möhtəşəm deyirəm? Çünki yəni mən işlədirəmsə möhtəşəmdir. Yəni mən şeyinə görə ayırmıram make-upları. Bahalıdırsa qəşəngdir, ucuzdursa pisdir. Əksinə valla bahalı aldığım hamısı pis çıxır, anlamıram niyə. Sonra bu piercingimi yapışdırmaq üçün kirpik yapışdırıcısıdır. Dior Lip Oil'im, canımın içidir. İlk vaxtlar alanda mən bunu çox ön yargılı yaşadım. Yəni tamam, bu işini görür, qiymətinə dəyərmi? Qiymətinə dəyər, yenə olsa alaramı? İnşallah alaram. Çox bahalıdır, amma yəni məncə bu performansı verən başqa Lip Oil'lər də vardır. Bu da şeydir, piercingimi yapışdırmaq üçün ya da pıtı yapmaq üçün. Bu Miglotion barədə bir dənə şey verəcəm, pro tip. Özüm experience elədim, artıq işlətmirəm. Əgər üzünüz yağlıdırsa ya da karmadırsa, yəni T bölgəniz yağlıdırsa, bunu burnunuza qətiyyən vurmayın. Çünki mən burnuma çox şeyi üst-üstə vura bilmirəm. Mən burnum çox yağlıdır, xüsusilə alnım və mən T bölgəm yağlıdır da. Alnıma mən heç nə vurmuram, amma burnuma məsələn kapatıcı vurdu, üstünə blush vuranda blush oynayacaq, kapatıcını da oynadacaq, nə vurmuşsunuzsa qalxacaq. Şimdi məsələn, hani buraları yedirəndə belə eləyərsiniz, amma qətiyyən belə full ayrıca vurmayın. Tövsiyə etmirəm, yoxsa nə vursanız oynayacaq, yəni sabit qalmayacaq. Bu dəqiqə çox böyük bir ikiləm arasında qalmışam. Bu safe yoldur. Kəş şey götürərdim, Catrice'nin kapatıcısını götürərdim. Mən bunu Almanya'da Sephora'dan almışdım. Yəni bu məni yarıtmadı. Bilmirəm, mən çox şeyəm. Bilmirəm, sanki mən nə vaxt full face make-up eləsəm, palyaçoya oxşuyuram. Bir əsvərləşmə gəlir mənə. Mən məsələn kapatıcı qətiyyən işlətmirəm günlük makyajlarında da. Bir həvəsə gəlirəm, işlədirəm və sonra kameranı açıb baxıram nə gündəyəm. Bilmirəm, bəlkə pudradandır, nədən də anlamıram, amma heç xoşlamıram da kapatıcılı fondötənli vurduğum halımı. Elə istəyirəm ki, bunu işlətməm. Bunu məsələn, burnumu indi işlədəcəm, burnumu da üzmə NYX-inkini işlədirəm, çünki çox hafifdir və kapatıcılığı yetəri qədər yaxşıdır üz və burun üçün. Burnumda mən qara nöqtələrə bağlıram. Göz altıma da əslində bunu vura bilərəm, amma həvəsə gəlirəm, mən bu ağır kapatıcıları işlətmək istəyirəm, onlar da məni yarıtmır. Bu arada mən axşam yeməyini qaçırtmaram inşallah, mamadan səs çıxmadı. Çox qərarsam. Safe yoldan mı geçsəm, bunu mu vursam? Bu arada işləməsi çox çətin məhsuldur. Yəni vuran kimi dağıtmalısınız, yoxsa qalır yerində şeyləmir. Kendi paramız da rezil oluyoruz ya, Allah haqqı. Influence oldum, çocuktum, kandım, keçən yer. Şuna da jel vurdum, qaşım qaşındı. Günlərdə mən keçən dəfə çox
qəşəng bir dənə kombi elədim səhvəm bu. Deyəsən bunu, ya bunu lapitə vurdum. Bunu ortaya vurdum, o qədər qəşəng görsəndi ki, amma çox zərli olsun istəmirəm. Məliyəm artıq, mən zərli insanıyam. Mən nə vaxt çölə çıxsam və ümumiyyətlə glam make-up eləsəm, kesinliklə gedirəm glitteri bocalayıram. Yəni, dünyada nə qədər glitter varsa, tökürəm gözümün, sifətimin, hər yerimin üstünə. Yəni, mən bayılıram da zərli şeylərə. Hər şeyim zərli olsun istəyirəm. Amma belə varoş zəri yoxdur. Glitterlər olur. O glitterlər, ay Allah, bayılıram. Kakras, ay, kaftan da pəmbədir. Bunu gözümün içinə vuracağım, bunu da ortasına vuracağım. Mik olacaq görəsiniz. Sillərimi taxdım. Maskaramı gedib oturaraq vuracağım. Çünki ayaq üstə yəni mümkün deyil vurmağım. Keçiş edim sizə. Tada! Pəncərənin kənarında oturub eləyirdim. Quş səslərindən, sərin hava ilə huzurlu maskaramı vurdum. Yəni imtahanı düşünmədən. İmtahanı düşünməyəndə həyat o qədər gözəldir ki, və mənim makyajım o qədər gözəldir ki, mən niyə bu qədər qəşəngim? İstəyiniz bu qədər qəşəng olmayın. Şuram yeməyə. Bugün pinkim. Deyəsən restorana çöldən gedə bilirik ya ancaq. Biraz uzun bir yolu var. Hava da sərin imiş. Yaxşı ki, dəri cəketimi götürmüşəm. Amma mən içərdən gedə bilərdim. Mən niyə çölə çıxdım? Nəsə hava almış oldum. Ay, qaranlıq da bura bir qəribəymiş. Gedim mamanı tapım, görüm harada məskən salıb. Bu dəri cəketlə də özümü Rıza baba kimi sayıram. Benim annem nerede? Gördüm. Topuzundan taktım. Mama. Anne. Sen topuzundan taktın. Antenada. Salam. Harada oturursan? Leyla'nın vloguna xoş gəldim. Harada oturursan? Gün ortadakınla eyni şeylerdir. Yox qızım, o kotlet var. Mama orada. yenə qəribə şeyler yığır. Kotlet var orada. Düyü tanrım. Düyü benim en sevdiğim ana yemektir bu arada. Mantıdan sonra en çok seviyorum. Bu kadar bəs. Az adı yemirəm. İbini beyin. Adından çok picky eater insan olduğum için. Aa, bu güzel bir şeye benziyor. Aa, çok güzel bir şeye benziyor. Ben her bile sosla yiyirəm. Qabama daş koy, onu belə soslayıb yiyərəm yani. Güzel. Cama tərəvəz yeməyinə. Aa, bizim falan deyil. Ne yiyirəmsə indi yiyeyim. Sonra yiyəməyəcəm onu. Arkadaşlar mən belə şey bax, yani varlıq içində yoxluq yaşayıram. Mən günü bir dəfə yemək yiyirəm. Mən asla valideynlərim eləmir, özüm yiyirəm. İstiyordu. En sevdiğimden çok rice. Hilton'da bir zaman yemek yoktu. Ben orada ancak plov yiyebilmiştim. Zemelli yemək nə yedik? Böyle qəribə yemek. Şef yeməkləri. Ben sosyetik yemekler hoşlanmıyorum. Ay Allah, 8 olur cavab vermir zənglərimə. Dedim ay Allah. Ömrümüzdə bir dəfə tarixdə çıxdım, onda da ana bitdi. Mən adaya nə deyəcəm? Vallahi şeylə, plov testindən keçdim. O cür sevmirəm. Çox qəşəng görürsən. Mən soslu şeyləri xoşlayıram. Nasıl getdi? Bu da qəşəngdir ki, dil dəyişdirdim. Nəhcə sosu da bir Hindistan sosuna oxşayır.
Aha. Ya mən ət sevərəm ya Allah haqqı. Yəni mən ət sevirəm. Xanım yeməyimizə puan verin ümumi tabağımıza. 9. Bir puanı hardan çıxar? Valla mən 9,5 verirəm. Buçuğu hardan çıxartdım deyə soruşsaz. Frilər çıtır deyil. Tatlı yiyirəm. Tatlı yiyelim, tatlı konuşalım. İkinci tatlı. Löp 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 löp. Oy, bu nedir? Çok şirin ha. Tatsız şirin diye. Şokoladdan iğrendim. Çıktık şöyle ne diyorsun tongala yedirek mesela bir şey. Gidin ben teşekkür edeyim. Bu üstümüze patlaması inşallah. Aşağı yukarı. Ermiyorum böyle. Ne görebilirsiniz? Aa, görürsünüz. Çok zekiyim ya. Zor şərtlər altında çay içirəm. Otantik oradan var. Soyuqda donuram. Yəni ateş də söndü, donuram. Gözləyirəm ki, bundan geçsinlər. Nəsə edəcəklər, mən otağa çıxım. Sayda acı deyil. Acı deyil bir çay az cana. Tavşan kanı çay içəmirəm. Çünki acı gəlir mənə bir də. 2019 ilin avqustunda içmişdim. Benim otağım üçün o vaxtı şeydə İngiliz evimizdə köçməyə hazırlaşırdım. Mənim otağımızı meyvə axtarmağa gedəndə meyvəsində bizə tavşan kanı çay vermişlər. Çünki sahibi türküydü. Həyatımda içdiyim ən acı çay idi və AirPods'un düşürümlərini hiss edirəm. Oversharing sadım gəldi. Nəysə mən açıq çay sevirəm. Yəni tüm çay mənlik deyil. Sam. Gəldik. Doğrusu mama indi düşəcək aşağı mən gəldim. Yorğunam çünki. Boşuna hazırlaşmışam, yox. Neyse TikTok falan çəkirəm. Üşüdüm. Gəlin atağın temperaturunu artıraq. Görürsünüz. 27 oldu. Pəncərə açıq idi. Pəncərə açıq qalmışdı. Ay, yorğunam ya Allah gözlərim. Tarix oxumağa xotu yoxdur. Birinci gün oxuyaram. Qəşəng idi. Kaş tez-tez tətilə çıxsam. Tətilə çıxmaq qəşəng şeydir bu arada. Bakıya yatım üçün heç darıxmıram. Salam. Ay Allah, alnım gələcəyimdən parlaq deyə. Mən hələ də dəyişməmişəm əynimi. Saat neçədir? Saat 1 işləyib. 13 dəqiqə. Day 1 is officially over. Maalesef. Məndən bu qədər. Mama bir oxdayam. See you on... danışamadım. See you on day 2. Bye bye.